Bismillahirrahmanirrahim. La ilahe illallah, la ilahe illallah, Muhammedun Resulullah, Aliyun veliyullah, Aliyun veliyullah, Aliyun veliyullah. Allahümme salli ala Muhammed ve ali Muhammed. A'udhu billahi min şerri'ş-şeytanir-racim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala eşrefil halq ve azzil mursalin. Seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasimi Muhammed ve ala alihi tayyibin-et-tahirin. Ve la'natullahi ala a'daihim ecma'in minel an ila yevmiddin. Rabbi şrahli sadri ve yassirli emri ve ahlul uqdatan min lisani yefqahu qavli. Öncə qeyd etmək istəyirəm ki, danışacağım mövzu Qur'an-ı Kərimdə Əli əleyhissalam və onun fəzilətləri haqqında olacaq. Və bu işdə Allahdan tövfiq diləyirəm. Bugün elə bir şəxsin haqqında söz deməyə cürət etmişəm ki, onu bəyan etmək çox çətindir. Çünki o fikir və söz aləmindən üstündür. Fikir və söz aləminin fövqündə dayanan bir şəxsiyyətdir və buna görə də onun haqqında söz demək və onu bəyan etmək çətindir. Çünki o fəzilət qalalarının fatihidir. Bir belə fəzilətləri bu qısa ömrünə sığdırmaqla qeyri-mümkünləri mümkün etmiş bir şəxsiyyətdir o. Yəni, o qədər fəzilətlər yaşadığı bu qısa ömür ərzində o qədər fəzilətləri özündə toplamışdır ki, 14 əsrdir ki, mənaqib və fəzilətləri haqqında cildlərlə kitablar, əsərlər qələmə alınır, məclislərdə, məscidlərdə, minbərlərdə onun fəzilətlərindən, onun mənaqiblərindən danışılır. Lakin yenə də Əmirəl-Mömininin fəzilətləri tükənmək bilmir. Necə ki, İbn Əbil Hədid ki, Nəhcül Bəlağəyə şərh yazan alimlərdəndir. Kitabının şərhində qeyd edir ki, nə deyim sənin şəxsiyyətin qarşısında ya Əli? Dostların qorxduqlarından yana, düşmənlərin isə sənə olan kin, küdurət və həsədlərindən yana sənin fəzilətlərini gizlətdilər. Lakin yenə də sənin fəzilətlərini sayıb bitirmək olmur ya Əli. Ki, Həzrəti Əli əleyhissalam belə bir şəxsiyyətdir. Bu səbəbdən onun haqqında danışmaq çətindir ki, bütün cəhətləri ilə kamillik zirvəsindədir və bu yönümdə fəzailləri saysız həddədir. Elə onun bu yüksək fəzilətlərinə, onun bu cür xüsusiyyətlərinin fövqəladə olmasına, onun mənaqib və fəzilətlərinin bəşər aləmindəki insanlardan daha üstün olduğuna işarə edərək, onun haqqında belə bir kəlam söyləmişdir ki, لَوْ كَانَتِ الْأَشْزَرُ أَقْلَمْ Peyğəmbər Əkrəm buyurur, əgər ağaclar qələm olsalar, وَالْبَحْرُ مِدَادٍ Dənizlər mürəkkəb olsalar, وَالْجِنُّ حِسَابٍ Cinlər hesablayan, وَالْإِنْسُ كَتَّابٍ İnsanlar da yazan olsalar, مَا أَحْسُ فَزَائِلُ عَلِيِّ بِنْ أَبِي طَالِبٍ Bunlar Əli ibn Əbi Talib əleyhissalamın fəzilətlərini hesablaya bilməzlər ki, bəzi rəvayətlərdə gəlir, مَا قَدَرُ Qüdrətləri olmaz onların Əli ibn Əbi Talib əleyhissalamın fəzaillərini bir araya yığalar.
toplayalar. Çünki Əli əleyhisselamın fəzilətləri o qədər üstündür. Onun bəşəriyyət aləmindən bu baxımdan fövqəladə bir üstünlüyü və üstün keyfiyyətləri var. Bu ona görədir ki, hər yerdəki İslam zillətə boyun əymək üzrə olduğu ikən, şəxsən Həzrəti Əli əleyhisselam ona izzət bəxş etmişdir. Onu zillətdən izzətə, zülmətdən nura qərq eləyib Həzrəti Əli əleyhisselam. Ona görə də Peyğəmbər Əkrəm buyurur ki, Qaməd-din bi seyfi Əli və mali Xədicə. Bu din ayaq üstə qaldı, bu din ayaq tutdu. Nə ilə? Əlinin qılıncı və Xədicənin malı ilə. Və bunlar Xədicənin malı və Əlinin qılıncı olmasaydı, bu din ayaq tutmazdı, bu din qiyam etməzdi, bu din vücuda gəlməzdi. Ki bu dinin vücuda gəlməyi bir növ bağlıdır Əmirəl-Möminin Həzrəti Əli əleyhisselama. Ki Peyğəmbəri Əkrəm Xeybər döyüşündə bir neçə əshabının başçılığı altında hücum əmri verdi. Lakin onlar məğlub oldular və qorxub geriyə qaçmaq məcburiyyətində qaldılar. Ki tarixdə də onların kimlər olduğunu bilirik və mənbələrdə, hədislərdə, rəvayətlərdə də bizə bunlar hamısı məlumdur. Ki Peyğəmbəri Əkrəm çox narahat oldu və buyurur ki, Səhih Müslimdən nəql edilir ki, Peyğəmbəri Əkrəm belə buyurdu. Dedi, لَأُعْتِيَنَّ رَایَةَ غَدًا رَجُلًا يُحِبُّ اللّٰهَ وَرَسُولَهُ. Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, Allahı və Rəsulunu sevir və yuhibbuhullahu və Rasuluh. Allah və Rəsulu da onu sevir. Kərrarən leysə fərrarən. O kərrardır, yəni dönə-dönə hücum edəndir. Həzrəti Əlinin ləqəblərindən biri Heydər-i Kərrardır ki, özü deyir ki, anam mənə Heydər adını verdi. Yəni aslan, Heydər-i Kərrar, dönə-dönə təkrar olaraq hücum edən aslan. Peyğəmbər Əkrəm də Əli əleyhisselamın bu xüsusiyyətinə, o qorxub qaçanlardan fərqli olaraq onun fövqəladə bir şəxsiyyət olduğuna işarə edərək buyurur ki, sabah bayrağı elə bir kəsə verərəm ki, kərrarən, kərrar olar, leysə fərrarən. O qorxub qaçanlardan olmaz, o geriyə qaçanlardan olmaz. İmtəhanallahu qalbəhu bil iman. Allah onun qəlbini iman ilə imtihan etmişdir. Ki Allah onun qəlbini iman ilə imtihan edib فَأَعْتَاهَا إِلَى عَلِي وَلَمْ يَعْتِيهَا إِلَيْهِ. Deyir, hamı gözləyirdi ki, Peyğəmbər Əkrəm bayrağı kimə verəcək? Deyir, bu zaman Peyğəmbər Əkrəm Əli əleyhisselamı çağırdı. Bayrağı Əli əleyhisselama verdi və buyurur ki, ondan qeyri heç bir kəsə də vermədi. Ki bu fəzilətlərin hamısı Əli ibn Əbi Talib əleyhisselama məxsusdur. Və yaxud Əhzab döyüşünə baxaq. Orada Allah Rəsulu onun haqqında elə bir söz söyləmişdir ki, nə əvvəlləkilərdən, nə də sonrakılardan heç bir kəsin haqqında Peyğəmbər Əkrəm belə bir söz söyləməmişdir. Ki Peyğəmbər Əkrəm buyurdu ki, bugün bütün iman, bütün küfr ilə üz-üzədir. Ki Həzrəti Əli əleyhisselamın da bu bir imanına işarədir. Ki Həzrəti Əli əleyhisselam Əmr ibn Əbdəbil ilə qarşı-qarşıya çıxdı və onu məğlub etdi və İslam burada zəfər çaldı. İslam qələbə qazandı və Peyğəmbər Əkrəm onun haqqında bax bu kəlamı işlətdi. Onun bir zərbəsi haqqında. Buyurdu ki, Zərbətu Əli Yevməl xəndəq əfzəlu min ibadətis səqələyn. Əlinin xəndəkdə vurduğu, xəndək döyüşündə vurduğu o bir zərbə, o bir qılınc zərbəsi bütün insəqəleynin, yəni insanların və cinlərin qiyamətə qədər ibadətindən üstündür. Ki bir əməli, bir zərbəsinin savabı qiyamətə qədər insanların və cinlərin
ibadətindən üstün olan bir şəxsiyyətdir bu. O qədər Əli əleyhisselamın fəzilətləri üstündür. Ona görə əvvəldə qeyd etdik ki, hər vaxt ki İslam küfrə, zillətə boyun əymək üzərə olduğu ikən Həzrəti Əli əleyhisselamın vasitəsilə izzət tapıb, zəfər qazanıb, qələbə qazanıb. Peyğəmbər-i Əkrəm ki buyurur, Ənə və Ali ibn Əbi Talib əbəvə hazihil ümmə, mən və Ali ibn Əbi Talib bu ümmətin atasıyıq. Bunun mənası nədir? Bunun çoxlu mənaları var. Biri də budur ki, necə ki övladın varlığı bağlıdır atasına, əgər Peyğəmbər və Əli olmasaydı, İslam və belə bir ümmət var olmazdı. İndi bugün belə bir ümmətin və dinin var olması varsa, bu bağlıdır Əmirəl-Müminin Əli ibn Əbi Talib əleyhisselama bir növ. Çünki Əli ibn Əbi Talib hər bir zaman İslamın çətin anları olub, canı ilə, malı ilə, hər bir halı ilə İslama izzət bəxş eləyib bu şəxs. Bugünkü mövzumuz da qeyd etdik ki, Əliyyün fil Qur'an, yəni Qur'an-ı Kərimdə Əli əleyhisselamın fəzailindəndir, Əli əleyhisselamın Qur'an-ı Kərimdə olan kəramətləri haqqındandır. Bu barədə Peyğəmbər-i Əkrəmdən bir neçə hədis nəql eləmək istəyirəm ki, Peyğəmbər Əkrəm buyurur ki, İnnəl Qur'an ərbə'tu ərba'in. Bəs həqiqətən Qur'an 4 hissədən ibarətdir. Fərab'un fina əhləl beyt xassadan. Onun 1/4 yalnız biz əhl-i beytə məxsusdur. Yəni biz əhl-i beytin haqqındadır. Biz əhl-i beytdən bəhs eləyir. Və rub'un fi a'daina. Onun 1/4 fi a'daina. Onun 1/4 bizim düşmənlərimiz haqqındadır. Onun 1/4 bizim düşmənlərimizdən bəhs edir. Və rub'un halalun və haramun. Onun 1/4 halallardan və haramlardan bəhs edir. Və rub'un faraidun və əhkamun. Onun 1/4 fərzlərdən, vaciblərdən və ümumi hökmlərdən bəhs edir. Və innəllaha ənzələ fi Ali kəraimil Qur'an. Və buyurur ki, Allah Əlinin haqqında ki, biz dedik Əli əleyhisselamın kəramətləri, fəzailləri bu qədər üstündür. Buyurur Peyğəmbər Əkrəm, Allah Qur'anda Əlinin o kəramətlərini nazil eləyib. Əlinin o fəzilətləri haqqında Qur'an-ı Kərimdə ayələr nazil eləyib. Ki, Şəvahid-ü Tənzildə Hakim Həsqani Əhl-i alimlərindəndir. Yezid ibn Rümmandan belə bir rəvayət nəql eləyir ki, ma unzilə fi haqqi əhədi, ma unzilə fi Ali minəl fəzl fil Qur'an. Buyurur ki, Əlinin haqqında Qur'an, Əlinin fəzilətləri haqqında Qur'an-ı Kərimdə o qədər ayə nazil olmuşdur ki, heç bir kəsin haqqında bir belə fəzail nazil olmamışdır. Və yaxud yenə Hakim Həsqani Şəvahid-ü Tənzildə nəql eləyir Əbdürrəhman ibn Əbi Leyladan, buyurur, Ləqad nəzələt fi Əli səmaninə ayətən səffən fi kitabillah ma yeşrikəhu fiha əhədun min hazihil ümmə. Buyurur ki, Əlinin haqqında Qur'an-ı Kərimdə 80-ə yaxın ayə-i şərifə nazil olmuşdur ki, ma yeşrikəhu fiha əhədun min hazihil ümmə. Bu ümmətdən heç bir kəsin o ayədə onunla şərikliyi yoxdur. Yəni o ayələr məxsusən Əli ibn Əbi Talib əleyhisselamın haqqında nazil olub və ondan qeyri bir şəxsin də fəzilətinə aid deyil o ayələr. Fəqət məxsusən elə Əli əleyhisselamın haqqındadır o ayələr. Və həmçinin İbn Abbasdan nəql olunur, yenə Şəvahid-ü Tənzildə buyurur, Nəzələ fi Ali əksəru min səlasumiyyəti ayətin fi mədhih. Buyurur, Əlinin fəzaili haqqında, Əlinin mənaqibi haqqında Qur'an-ı Kərimdə 300-dən daha artıq ayə-i şərifə nazil olmuşdur ki, bu Əli əleyhisselamın fəzilətlərinin Qur'an-ı Kərimdəki bariz nümunələridir ki, Əli əleyhisselamın üstün keyfiyyətinin Allahın kitabında da bəyan edildiyinə işarədir ki,
Biz ki qeyd edirik Həzrəti Əmirəl-Mömininin bir belə fəzilətlərini, çoxları onun bu fəzilətlərini qəzəbindənmi, ona olan kinindən yanamı və yaxud bilməməzlikdənmi inkar edir, qəbul etmirlər və bir şübhə ilə yaraşırlar ki, necə olur bir belə fəzilətlər onda ola bilir və onun bir çox üstün keyfiyyətlərini də qəbul etməzlər, inkar edərlər. Ki, İmam Sadiq əleyhisselamdan bir rəvayət var, Əban ibn Əhmərdən nəql olunur, buyurur ki, İmam Sadiq əleyhisselam mənə buyurdu ki, ya Əban, ey Əban, keyfə tunkirun nasu qavlə əmirəl-müminin əleyhisselam ləmma qala, buyurur, ey Əban, insanlar Əmirəl-Müminin Həzrəti Əli əleyhisselamın buyurmuş olduğu bu sözü necə inkar eləyirlər ki, o Həzrət buyurub, لَوْ شِئْتُ لَرَفَعْتُ رِجْلِي هَذِهِ فَزَرَبْتُ بِهَا صَدْرَ ابن أبي سفيان بِالشَّامِ فَنَكَسْتُهُ عَنْ سَرِيرِهِ. Buyurur ki, ey Əban, insanlar Əli əleyhisselamın buyurmuş olduğu bu sözü necə inkar eləyirlər ki, əgər istəsəm bu ayağımla Şamda olan Muaviyə ibn Əbi Süfyanın sinəsindən vuraraq onu taxtından aşağı salaram. Ki, Həzrəti Əli əleyhisselamın buyurduğu bu kəlamı necə inkar eləyərlər və qəbul etməzlər. Və la yunkirunə tənavülə asəfə vəsiyyi Süleyman ərşə bilqeys və ityanihi Süleyman bihi qəblə ən yərtəddə iləyhi tərfə. Amma Süleymanın varisi olan Asəf bin Bərihanın Bilqeysin taxtını göz açıb qırpmaqdan daha tez bir zamanda Süleymanın yanında hazır etdiyinə inanırlar. Ki buna inanırlar ki Asəf bin Bərxiya bir göz qırpımında Bilqeysin taxtını o Süleymanın yanına gələnə qədər gətirdi, Süleymanın yanında hazır etdi. Halbuki hədislərdə gəlir ki və Qur'an-ı Kərimdə bəyan eləyir ki o kitab elmindən bir hissə bilirdi. Hədislər buyurur ki kitab elmindən bir hərf bilirdi, lövh-ü məhfuzdan bir hərf bilirdi. Və ondan sonra İmam Sadiq əleyhisselam buyurur, Əleysə nəbiyyina əfzəlül ənbiya və vəsiyyihə əfzəlül əfsiya. Buyurur, bəs bizim Peyğəmbərimiz, Peyğəmbərlərin ən əfzəli, ən fəzilətlisi və vəsiyyuhu əfzəlül əfsiya və onun vəsisi də vəsilərin ən üstünü deyilmi, ən fəzilətlisi deyildirmi? Və sonra buyurur ki, əfəla cəaluhu kəvəsiyyi Süleyman. Bəs Əmirəl-Müminini Süleymanın vəsisinin qədərində də bilmirlərmi? Həkamallahu beynəna və beynə mən cəhədə haqqana və ənkərə fəzlana. Ondan sonra İmam Sadiq əleyhisselam buyurur ki, Allah bizi və haqqımızı inkar edib, məqam və fəzilətlərimizdə şübhə edib, qəbul etməyənlər arasında özü hakimlik etsin. Ki Həzrəti Əli əleyhisselam və kullə şeyin əhsəynahu fi imamin mubin, biz hər bir şeyi açıq aşkar bir imamda topladıq ki Həzrəti Əli əleyhisselam həmin o imamin mubin, açıq aşkar imamdır ki o lövh-ü məhfuzun bütün elmi Əmirəl-Mümininin yanında idi. Ki o Həzrət ki buyururdu, Səluni qəblə ən təfquduni, məni itirməzdən qabaq məndən nə istəyirsiniz soruşun. Ki bunu buyuranda Həzrəti Əli əleyhisselam hər bütün qeyb elmini bilirdi. Kitabın elmi onun yanındaydı. Ona istinadən Həzrəti Əli əleyhisselam bu sözləri bəyan eləyirdi. Lakin bir çoxları o Həzrətin mənaqib və fəzilətlərini qəbul etmirlər. Əvvəldə də qeyd etdiyimiz kimi ya cəhalətdən bunu qəbul etməzlər, ya da o Həzrətə olan kin və həsədlərindən yana bunu qəbul etməzlər. O ki buyurduq, mövzumuz Qur'an-ı Kərimdə Əli əleyhisselamdır, yəni Əli əleyhisselamın Qur'anda olan fəzilətlərindəndir. Bir neçə ayə ilə bugünkü mövzunu tamamlamaq istəyirəm. Onlardan da biri budur, Bismillahirrahmanirrahim. Hafiz Süleyman bin İbrahim Qunduzi Yənabiül Məvaddə kitabında İbn Təlhə Hələbi Şafiyinin Əd-Durrül Münzəm kitabına
istinadan belə bir rəvayət nəql edir. Buyurur ki, İ'ləm ənə cəmiə əsrara kutubus səmaviyyə fil Qur'an. Allah bütün səmavi kitabların əsrarını, sirlərini Qur'an-ı Kərimdə topladı. Və cəmi'i ma fil Qur'an fil bəsmələ və Qur'an-ı Kərimdə topladıqlarının hamısını və cəmi'i ma fil Qur'an fil Fatihə və deyir Qur'an-ı Kərimdə topladıqlarının hamısını da Fatihə surəsində topladı. Və buyurur və cəmi'ə ma fil Fatihə fil bəsmələ və buyurur Fatihə surəsində topladığı o əsrarların, sirlərin hamısını da o Fatihədə olan Bismillahirrahmanirrahimdə topladı. Və buyurur və cəmi'ə ma fil bəsmələ fi ba'il bəsmələ və buyurur ki, Bismillahirrahmanirrahimdə topladığı o əsrarın, o sirlərin hamısını da o Bismillahdakı bə hərfində topladı. Və cəmi'i ma fi ba'il bəsmələ fi nöqtətilləti hiyə təhdəl ba və buyurur o Bismillahın bə hərfində topladığı o əsrarı da o bə hərfinin altında olan nöqtədə topladı və deyir ondan sonra Həzrəti Əli əleyhisselamın buyurmuş olduğu bu rəvayəti nəql eləyir və buyurur ki, Həzrəti Əli əleyhisselam da buyurmuşdur ki, Ənən nöqtətilləti təhtəl ba. Mən o nöqtəyəm ki, banın, o həmən bə hərfinin altındadır. Yəni, bə hərfinin altında olan o nöqtə mənəm. Əgər bu bə hərfinin altından nöqtəni götürsək, o heç bir məna ifadə eləməz. Və ona heç bir şey dəlalət eləməz. Bismillahirrahmanirrahim bənin nöqtəsi olmadan heç bir məna ifadə eləməz. Heç bir şey ona dəlalət eləməz. Bu da onu göstərir ki, Əlinin məqamı Qur'anın nisbətindədir. Bu da Əli əleyhisselamın mənziləsinin Qur'anın nisbətində olduğunu bizə bəyan eləyir. Bəs Əli də həmən Qur'anın natiq ki, özü buyurur ki, Ənəl Qur'anın natiq, mənəm danışan Qur'an ki, bu da Həzrəti Əli əleyhisselamın Qur'anın natiq olduğunu bizə göstərir, bizə bəyan eləyir ki, onsuz Qur'ana iman tamamlanmaz. Ki, Əli əleyhisselamın vilayətini tanımadan Qur'ana iman tamamlanmaz. Çünki Qur'an bizə onun vilayətini əmr eləyir və dinimiz onun vilayəti ilə kamil olur. Necə ki, Allah Qur'an-ı Kərimdə buyurur, Əl-yəvmə əkməltu ləkum dinəkum, bugün sizin dininizi kamil etdim. Haçan? O ki, Peyğəmbərə Allah Qədirxumda vida həccindən qaydarkən, o Qədirxum deyilən yerdə ayə nazil etdi ki, Ya əyyuhər rəsul, bəlliq ma unzilə iləyik min Rabbik. Ey Peyğəmbər, sənə Rəbbindən nazil olanı təbliğ et, insanlara çatdır və inləm təfəl fəma bəlləqtə risalətə. Əgər sən bunu ümmətə çatdırmasan, Peyğəmbərliyi, risalətivi tamamlamamış olacaqsan. Ki, təhdid və təzyiq mahiyyətində Peyğəmbərə enən bu ayə, Peyğəmbərdən nə istəyirdi Allah bununla? Əlinin vilayətini insanlara bəyan etməsin ki, Peyğəmbər də Əli əleyhisselamı yanına çağırdı və buyurdu ki, ümmətə, Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam, mən kuntu mövla, fəhaza əliyyün mövla, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Ki, bundan sonra Allah Qur'an-ı Kərimdə bu ayəni nazil etdi ki, Əl-yəvmə əkməltu ləkum dinəkum, bugün sizin dininizi kamil etdim və ətməmtu aleykum ni'məti, sizə olan neymətimi tamamladım və rəzitu ləkumul İslamə dina və sizin üçün də din olaraq İslama razı oldum. Bəs Əli əleyhisselamın, Əli ibn Əbi Talib əleyhisselamın vilayəti olmadan din naqisdir. Çünki Allah buyurur, Əl-yəvmə əkməltu ləkum dinəkum, bugün sizin dininizi kamil etdim. Nəyin vasitəsilə?
Ali ibn Abi Talibin vasitəsilə və bu nemət ki, Allah deyir, nemətimi sizə tamamladım və bu nemət də Ali ibn Abi Talibin vilayətidir və Ali ibn Abi Talibin vilayəti olmadan bu İslam kamil olmaz. Bu da olar naqis və həmçinin Peyğəmbər Allah ki buyurur və razitu lakumul İslamə dina və sizin üçün din olaraq İslam'a razı oldum. Ali ibn Abi Talib əleyhisselamın da vilayəti olmadan, Ali ibn Abi Talibin vilayətini tanımadan İslam olmaz. İslam naqis olar ki, İslamın tamamlanması, İslamın kəmalı Ali ibn Abi Talib əleyhisselamın vilayətindədir, onun vilayətinə bağlılıqladır. Və həmçinin Allah Teala buyurur ki, İhdinəs sıratəl müstəqim, İhdinəs sıratəl müstəqim, İlahi bizi sıratəl müstəqimə yönəlt, bizi doğru yola yönəlt. Bu sıratəl müstəqim kimdir? İmam Muhammed Baqir əleyhisselamın belə buyurduğu nəql olunur ki, Nəhnu xeyrətullah və nəhnu təriqul vazih. Bizik Allahın ixtiyar etdikləri, Allahın seçdikləri bizlərik və nəhnu təriqul vazih və biz Allahın açıq aşkar yoluyuq və sıratul müstəqim ilallah və Allah'a gedən o doğru yol bizik. Allah'a gedən o doğru yol bizimlə keçir. Və həmçinin nəql olunur ki, Əbu Bureydədən nəql olunur, buyurur ki, Siratun Muhammed və alih ki, burada sirat Muhammed və onun əhl-i beytidir. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm və onun pak, mütəhhər əhl-i beytidir. Və həmçinin İbn Abbasdan nəql olunur ki, İhdinəs sıratəl müstəqim ayəsinin təfsirində mənasında buyurur ki, yəni qulu məaşiril ibad, ey bəndələrim, deyin ərşidna ilə hubbi Muhammed və əhl-i beyti. İlahi bizi irşad elə Muhammed və əhl-i beytinin sevgisinin yoluna, bizi Muhammed və əhl-i beytinin sevgisinə tərəf, onların məhəbbətinə tərəf bizi irşad elə. Çünki Allah Qur'an-ı Kərimdə bizə Peyğəmbərin əhl-i beytinə məhəbbəti vacib edir və Peyğəmbərin dili ilə buyurur ki, ümmətədir mən onlara əhl-i beytimə mən özüm üçün əhl-i beytimə məhəbbətdən başqa bir şey istəmirəm. Həmçinin növbəti ayədə ki buyurur, Sıratəl-ləzīnə ən'əmtə aleyhim ki, İhdinəs sıratəl müstəqim, bizi doğru yola yönəlt. Hansı doğru yol? Sıratəl-ləzīnə, o kəslərin yoluna ki, ən'əmtə aleyhim, onlara neymət vermisən. İlahi, bizi neymət verdiyin kəslərin yoluna yönəlt. Bəs Allah-u Teala'nın neymət verdiyi kəslər kimlərdir? Yenə Hafiz Hakim Həsqani ki, Əhl-i Sünnə alimidir, Şəvahid-ü Tənzil kitabında bir rəvayəti nəql eləyir ki, Əbdürrəhman bin Zeyd bin Əsləmdən Ən-Əbih, o da atasından bu rəvayəti nəql eləyir və buyurur ki, İhdinəs sıratəl-ləzīnə ən'əmtə aleyhim, bizi neymət verdiyin şəxslərin yoluna yönəlt. Onlar ən-nəbi və mən məhu, onlar Allahın neymət verdiyi şəxslər Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm və bir də onunla olanlar, ona tabi olanlardır. Və bir də və Ali ibn Abi Talib və şiəti və bir də Ali ibn Abi Talib və onun şiələridir. Allahın neymət verdiyi kəslər Ali ibn Abi Talib əleyhissalam və onun şiələridir. Allahdan istəyirəm ki, bizi Əhl-i beytindən, bizi Əli əleyhissalam və onun şiələrindən qərar versin və bizi Əhl-i beytin yolunda sabit qədəm olanlardan qərar versin. İnşallah yenidən bu mövzu ətrafında davam edəcəyik. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuh.